elm əhli, tələbələr öz şeyxləri ilə birlikdə məscidə gedəndə yolda bir uşağı görürlər. Uşaq anasını əsəbləşdirib, anası evin, həyətin qapısını açıb uşağı çıxarıb çölə. Uşaq da ağlaya-ağlaya qapını döyür. Ana da açmır qapını. Və bu cür uşağın yanından gedirlər məscidə. Sonra namazlarını qılıb məsciddən qayıdandan sonra görürlər ki, ana qapını açır, uşağını qucaqlayır, göz yaşlarını silir, bağrına basıb salır içəri. Və deyirlər ki, subhanallah, o uşaq bizə həyat dərsi verdi. Və bizə öyrətdi ki, göz yaşları ilə, təkid ilə döyülən qapı mütləq açılır. Bu insana, anaya nisbətdə belədirsə, gör Allah azza və cəlləyə nisbətdə necə? Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən ləm yəsəlillah yağdab aleyh. Allah ondan istəməyənə qəzəb edər. Və bir rəvayətdə gəlir ki, innallah yuhibbul mulhinə fi dua. Allah duada israr edənləri sevər.